Biz rast gəlirik, mən bəzi videolarda demişəm, feilin совершенное və несовершенное formaları var. Yəni, совершенное tamam, несовершенное natamamdır. Misal, читать, прочитать, писать, написать, снимать, снять. Bunların hamısı eyni şeylərdir. Lakin fərqi feilin halındadır. Biri tamam, biri natamam haldadır. Ne deməkdir bu tamam, natamam? Bir misal üzərindən keçək. Misal üçün, pisать, yazmaq. Ya pisal, mən yazırdım. Amma desək, ya написал, bu artıq mən yazdım, bitirdim deməkdir. Читал, oxuyurdum. Ya прочитал, mən oxudum, bitirdim. Yəni, совершенный olanda rezultat var, nəticə var ki, bitdi. Несовершенно da bitməmiş haldadır.